Hazırda yumurtanın kahvesine güzel sarısı lazım. Yumurtanın sarısıyla bizim meşhur spirullina'nın karşılığında madde hazırlayırıq. Spirulina bildiğiniz gibi mikronusundan hazırlanmış məhsulu bitkinin tam, yani dəri üçün nə qədər effektiv olduğunu, bütün amin turşular, mikro makro elementlər hər birinin olduğunu biz bilirik. Sizlərin də görməsini yani çok isteyirik. Əsasən xanımlara özel olarak tövsiyə edirik. Spirulina yosundur. Yosunun ne kadar faydalı olduğu, yosunun organizmdən əlavə olaraq sırf dəri üçün elastikliyi, parlaqlığı dəridən nəyə görə? Çünki bütün xanımların dərisinə, eləcə də bəylərə də olar, dərisinə kollagen, B qrup vitaminlər, mikro makro elementlər lazımdır. Məhz bu məhsulun içərisində B kompleksinin bütün vitaminləri, yəni B1-dən tutmuş B12'ye qədər var. Qan azlığında, ümumiyyətlə sağlamlığımıza çox xeyri var və məsləhət edirik, tövsiyə edirik. Hal-hazırda isə onun maskasını hazırlayırıq. Maska dəridə qaldıqdan sonra, yəni elastikliyi, dəridə parıldı, yosunun ümumiyyətlə verdiyi, yosun həm də antioksidantdır. Antioksidant olduğunu yəqin ki, bilirsiniz, bilməyənlərə bunu şifahi olaraq deyirik və əyani olaraq göstəririk. Hətta bir nəticədən belə siz effektiv görəcəksiniz, görüləcək dərəcədə özünü birinizə verir. Doktorumuz bu haqda Spirullina'nın tərkibi haqqında çox geniş danışdı, ətraflı məlumat verdi. Spirullina'nın nəyə qadir olduğu haqqında dedi. Baxın, bir kapsul Spirullina'da, bir kapsulda 1 gram, yəni 1 kilo meyvənin tərkibində olan vitaminlər, amin turşular mövcuddur. Ümumiyyətlə, orqanizmə qəbul etmək, həm daxilə qəbul edərkən, həm də xaricdən, yəni bildiyimiz kimi maskalardır, baxımlardır, kremlərdir, kollagenlərdir, yəni bunlardan istifadə edirik. Ama daha yaxşı olardı ki, hər üzünüzə baxın, bir kapsuldaki yosunun miktarına bakın. Yumurtanın sarısında əgər bir kapsulu bu qədər, yəni bunun özünüz müşahidə edirsiniz ki, yəni bəzən kapsulun içərisini bilməyən, yəni sıradan baxa bilər ki, nə qədər olacaq, amma sırf burada bir kapsul Spirullina'nın nə qədər olduğunu görürük. Şimdi siz bakın, bu hem sizin daxilinize qəbul olunarsa, göz ətraflarına ümumiyyətlə çəkməyi istəmirik, həm də indi əlin üzərinə, ümumiyyətlə ələ dəridə çox effektiv var, ləkələrə çox gözəl təsir edir. Yosun həm də bayaq dediğim kimi, yosun antioksidantdır. Yəni bu yosun həm də yabanı Spirullina'nın tozundan alır. Yani biz bu cilt təbabətində olan Spirulina, yəni belə deyim, təbii şəkildə heç bir daxılısı yoxdur, heç bir daxılı daxılmadan hazırlanır. İndi baxın, görün bu bir eləm, məsələn, onu sırf müşahidə eləməyini istəyirəm ki, bir kapsulu, baxın, bir dənə yumurtanın sarısında bu yosunun miqdarını, yəni siz bunu görürsünüz. 10-15 dəqiqə saxlayırıq, 10-15 dəqiqə ərzində, mən düzdür, o qədər zaman saxlama imkanımız yoxdur. Bayaq sizə təqdim olunduğu Silvaris aparatıyla, hətta bir çox sillər var ki, sırf biz onları paylaşan xanımlara deyirik. Demək, sırf Silvaris aparatıyla masaj edirik, infraqırmızı şüa edirik.